Birinci istəyirəm göz kreminin səsinə qulaq asasınız. Yeni məhsul varsa, deməli artıq bizim evdə olmalı. Səsimə görə öncədən üzr istəyirəm, çünki çox xəstəyəm. Bunu eşitdiniz? Bir də eşidin. Sadəcə məhsulu əlinizə tutduqda vibrasiyası yoxdur. Ancaq dəri ilə təmasa gəldikdə bu Medipil'in yeni retinal, niasinamid tərkibli və retinol tərkibli göz ətrafı kremidir. Mənim ürəyim gedir Medipil'in göz ətrafı kremlərinə. Məndə olan Volume Liftox seriyasından olan bu göz ətrafı metal başlıqlı krem idi. Bunu artıq dəfələrlə sizə göstərmişəm. Çünki metal başlığına görə mənim ən sevdiyim göz ətrafı kremlərdən biridir. Metal başlıq hər zaman buz kimi olur. Soyuducuda saxlamağa belə ehtiyac yoxdur. Göz ətrafı qaralıq, şişkinlik və qırışa qarşı kömək olan göz ətrafı kremdir. Medipil dedikdə onsuz da bilirsiniz, öz sözünü demiş bir brenddir. 0,1% retinalı, retinolu və niasinamidi var tərkibində. Tam göz ətrafına tətbiq etməyə başladıqda vibrasiya işə düşür və beləliklə siz məhsulu rahatlıqla göz ətrafının dərisinə yeridə bilirsiniz. Məhsul axşam istifadəsinə uyğundur, çünki tərkibində retinol var. Əgər gündüz istifadə edəcəksinizsə, mən şəxsən tövsiyə etmirəm. Yox, əgər çox məcbursunuzsa buna, mütləq üzərindən göz ətrafı SPF istifadə edin. Çünki bilirsiniz ki, retinol istifadəsindən sonra günəşə çıxmaq olmaz. Bu sizin dərinizi zədələyə bilər. Retinala qarşı həssaslığı olanlar həftədə bir dəfə olmaqla başlaya bilərlər. Əgər hər şey qaydasında getsə, siz davam edə bilərsiniz. Həftədə 2 dəfədən artıq istifadə onsuz da tövsiyə olunmur. Cibində üzümüzə lazım olan, qırışların düşməni olan bütün məhsullar var. Mənim göz ətrafımda hər hansı bir prosedur yoxdur. Sadəcə nəmləndirici kremlərdən istifadə edirəm.